Hara gedirsiniz Könül xanım? Parisə. Nə yapmağa gedirsiniz? Defilə. Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında dünyasını dəyişən 1977-ci il təvəllüdlü Könül Vəlibəyli torpağa tapşırılıb. Şair Nazilə Səfərli Könülün məzarından görüntü paylaşaraq bunları yazıb. Bu da sənin son mənzilin. Vəfalı dostum, xeyirxah dostum Könül. Özü kirayədə qalıb, amma yaşlı 3 qadını himayəsinə götürmüşdü. 25 yaşlı qızı hələ də ağır olaraq reanimasiyada həyat uğrunda mübarizə aparır. Allahın rəhmi gəlsin. Könül bütün milli bayramlarımızda əksər xalq əməkdar artistləri ən kübar milli geyimlərlə təmin edib. Qarabağda festivallarda, xarici və ölkə sərgilərində gördüyünüz əksər milli geyimlər Könülün imzası idi. Onun paltarları geyim olmaqdan çıxmışdı, əsər idi. Təəssüf hissi ilə qeyd edirəm ki, mədəniyyət nümayəndələri, media nümayəndələri dəfnə gəlmədilər. Milli bayramlar, dövlət tədbirləri yenə gələcək, hamı Könülü axtaracaq. Onda anlayacaqsınız ki, Könül sizin üçün kim olub. 15 illik dostumu itirdim, çox pisəm. Xatırladaq ki, Könül Vəlibəyli Bakı Milli Geyim Evinin rəhbəri idi.